Xalçaçılıq Türk dünyasının yaddaşını ilmələrdə yaşadan sənət nümunələrindəndir. Naxışların dili ilə danışan bu sənət əsrlər boyu xalqın tarixini, düşüncəsini, mədəniyyətini qoruyub saxlayıb. Milli Xalça Muzeyində açılan növbəti sərgidə xalça sənətinin həm ənənəvi, həm də müasir yönlərini əks etdirdi. Alaca Toxuculuq kollektivinin 6-cı sərgisi müxtəlif baxışları birləşdirir. Sərgi çərçivəsində təqdim olunan əsərlər ziyarətçilərə zəngin mədəni irsimizi yaxından tanımaq imkanı yaradır. Ekspozisiyada 23 müəllifin müxtəlif mövzularda və texnikalarda ərsəyə gətirdiyi 38 əsəri nümayiş olunur. Benim sergide 4 tane eserim var. Bir Latif Kerimov'un portresini çalıştım. Bu benim için çok özel bir eser. Özellikle ondan çok bahsetmek istiyorum. Latif Kerimov'u ben kişisel olarak tanımasam da onun eserlerinde, kitaplarında onu tanıdım. Onun ruhunu gördüm ve gördüğüm o ruhta Azerbaycan motifleri vardı. O yüzden de onu Azerbaycan motifleriyle resmetmek istedim. Müəlliflərin Azərbaycan tarixinə, mədəni irsinə, xüsusilə milli ornamentlərinə və zəngin rəng koloritinə müraciəti yeni vizual ifadə formalarının yaranmasına zəmin yaradıb. Bu yanaşma sərginin müxtəlif coğrafiyaları və mədəni mühitləri birləşdirən ortaq ünsiyyət platformasına çevirir. Ben sanatçı olarak aslında toplumların yaşanmışlıkları, halktan hikayeleri, destanları, anlatıları üzerine çalışıyorum. Bu kültür birikimi benim için çok önemli. Beni çok besliyor. O yüzden de İlham'la Ferize'nin Ölümsüz Aşkı'nı çalıştım. Onların anısına, onların aşkının anısına ikisinin portresini dokuduğum bir eser. Diğer işte de Deli Ayten bizim aslında Türkiye Bursa'da yaşamış bir karakter. O da küçükken menenjit hastalığı geçiriyor ve daha sonra psikolojisi bozuluyor biraz ama aşık oluyor. Yine aşk temalı bir eser aslında. Tədbir Mədəniyyət Nazirinin müavini Saadət Yusifova, Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün, Bakı Yunus Əmrə İnstitutunun koordinatoru Gökhan Seyhan və digər rəsmi nümayəndələrin iştirakı ilə keçirildi. Sərgi Azərbaycan və Türkiyə arasındakı mədəni əməkdaşlığın növbəti uğurlu göstəricisi kimi qiymətləndirildi. Bu addımın hər iki ölkənin sənət adamları üçün əhəmiyyəti diqqətə çatdırıldı. Tədbirdə Səma rəqs ansamblı Azərbaycan və Türkiyə milli rəqslərini ifa etdi. Fəridə İsmailova, Vahab İmanzadə, Sevgi Əlizadə, Mədəniyyət xəbərləri.